Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan miqçilər. Bugün mən sizə Bloom'un affektiv taksonomiyası haqqında danışacağım. Bloom'un idrak taksonomiyası haqqında danışmışam. Deməli, affektiv taksonomiya nədir? Yəni, şagirdlərin emosional vəziyyətinin idarə olunması, emosional vəziyyətinin hansı durumda olması və onu sadədən mürəkkəbə doğru inkişaf etdirilməsindən söhbət gedir. Burada şagird davranışı, şagirdlərin bir-birlərinə münasibətləri, ünsiyyəti və s. nəzərdə tutulur. Həm affektiv də deyirik buna, həm də emosional taksonomiya deyirik. Hər ikisi, yəni, eyni şeyi nəzərdə tutulur. Hətta bura fəaliyyət taksonomiyası demək olar. Bu taksonomiya 5 mərhələdən ibarətdir. Başlayaq taksonomiyanın mərhələlərini öyrənməyə. Deməli, birinci mərhələmiz qəbul etmə mərhələsidir. Burada bilirsiniz ki, taksonomiya sadədən mürəkkəbə doğru olan bir prosesdir. Yəni, buna iyerarxiya deyirik. Və burada da birinci mərhələ ən aşağıda göstərilir. Bu o deməkdir ki, ən aşağı, ən sadə mərhələsidir. Yəni, uşaqların fəaliyyəti, ünsiyyəti ən aşağı səviyyədədir, ən aşağı mərhələdədir və yuxarı getdikcə qalxır. Birinci mərhələ qəbul etmə, ikinci mərhələ cavab vermə, üçüncü mərhələmiz təşkil etmə, dəyərləndirmə, dördüncü mərhələmiz təşkil etmə, beşinci mərhələmiz isə xarakterizə etmə mərhələsidir. İndi gəlin hər bir mərhələyə ayrı-ayrılıqda baxaq. Əvvəlcə qəbul etmə mərhələsinə baxırıq. Görək qəbul etmə mərhələsi nədir? Qəbul etmə mərhələsinin açar sözü diqqətli olmaq, fəal dinləyici olmaq. Bax, bu iki açar sözü yadda saxlayırsınız. Diqqətli olmaq, fəal dinləyici olmaq. Yəni, şagird müəllimi diqqətlə dinləyirsə və yaxud da hər hansı bir tapşırığın icrası zamanı diqqəti tapşırığa odaqlanıbsa, fəal dinləyicidirsə, diqqət edən zaman özü üçün müəyyən qeydlər götürürsə, demək ki, bu şagird qəbul etmə mərhələsinə tamamilə hazırdır. Lakin bəzi uşaqlarda diqqət dağınıq olur, diqqətlə qulaq asmırlar, qeydlər götürmürlər. Onları da müəllim nə etməlidir? Qəbul etmə mərhələsini onlarda inkişaf etdirməlidir. Sırf onlarda diqqət tələb edən tapşırıqlar verməlidir. Misal üçün, bir nümunə göstərək. Deyir ki, Aynur müəllimə ingilis dili dərsində listening, yəni dinləmə audio fail qoyur və şagirdlərə tapşırır ki, qeydlərinizi götürün, çünki tapşırığı işləyərkən o qeydlər sizə lazım olacaq. Müəllimənin məqsədi nədir? Müəllimənin məqsədi şagirdləri qəbul etmə mərhələsində inkişaf etdirməkdir. Və yaxud da başqa bir tapşırıq deyək. Müəllim şagirdlərə deyir ki, məni diqqətlə dinləyin uşaqlar və yaxud da ki, hər hansı bir tapşırığa diqqətlə baxın. Çünki növbəti tapşırığımız məhz bu tapşırıqla əlaqədar olacaq. Və buna diqqətləri yönələn şagirdlər nə edirlər? Qəbul etmə mərhələsində olurlar. Birinci mərhələmiz çox rahatdır, testlərdə də tapmaq asandır. Əsas odur ki, informasiyanı öyrənməyə açıq olsun şagird. Maraqlı olsun, informasiyanı öyrənməyə açıq olsun, daim yeni məlumatlar öyrənmək istəsin. Bu zaman şagirddə qəbul etmə mərhələsi yüksək inkişaf etmiş olur. İkinci mərhələmiz cavab vermə mərhələsidir. İkinci mərhələmizdə cavab vermə mərhələsi. Nə deməkdir cavab vermə mərhələsi? Cavab vermə mərhələsində şagird artıq qəbul etdiyi informasiyanı ötürür. Dərs mi danışır, şəkil mi çəkir, suallara mı cavab verir, nə bilim, müəllimin dərsinin yekununda elətdiyi bir refleksiyada fəal iştirak edir. Ümumiyyətlə, cavab vermə mərhələsinin açar sözü şagirdin aktivliyidir. Dərs boyu aktiv olan şagirddə cavab vermə mərhələsi yüksək olur. Yəni, sual-cavabda aktivdir, hətta belə deyək, müəllimi dinləyərkən baş işarəti ilə, mimika və jestlə onu dinlədiyini bildirir. Bu da cavab vermə mərhələsidir. Və yaxud da ki, başa düşmədiyi hər hansı bir hissə ilə bağlı sual verir. Adətən sual verir görəndə, müəllimlər fikirləşirlər ki, sual verirsə bu cavab vermə mərhələsi ola bilməz. Xeyr, şagird aldığı informasiyanı ona başa düşmədiyi bir hissəsindən sual verir. Deməli, şagird cavab vermə mərhələsindədir. Cavab vermə mərhələsini də testdə tapmaq çox rahatdır, o qədər də çətin mərhələ deyil. Əsas burada söhbət nədən gedir? Şagirdin suallara cavab verməsi, prosesdə aktiv olması, müzakirələrdə iştirak etməsi, baş verən proseslərə reaksiya verməsi, adekvat cavablar verməsi, təqdimat etməsi, nə bilim, informasiyanı araşdırır, modellər qurur özü üçün, araşdırmalar aparır, tədqiqat işlərinə yönəlir, hesablamalar aparır və s. Yəni, şagird, belə deyək də, dərsi, informasiyanı artıq qəbul edib, artıq informasiyanı ötürür. Bu oldu cavab vermə mərhələsi. Ən çətin mərhələmiz 3-4-dür, amma mən sizə açar sözləri deyəcəm və
bu sizə o qədər də çətin gəlməyəcək. Üçüncü mərhələmiz dəyərləndirmə mərhələsidir. Dəyərləndirmə mərhələsi Bloom'un idrak taksonomiyasında da var. Amma o dəyərləndirmə ilə bu dəyərləndirmə tamamilə başqa şeylərdir. İdrak taksonomiyasında şagird nə edirdi? Özü dəyər qoyurdu ortaya. Hər hansı məsələyə fikir bildirirdi, münasibət bildirirdi, əsaslandırırdı, mühakimə edirdi. Yəni öz mövqeyini müdafiə edirdi. Bu idrak taksonomiyasının dəyərləndirmə mərhələsidir. Amma affektiv taksonomiyanın dəyərləndirmə mərhələsində həmişə ikinci bir şəxs var, başqaları var. Və bunu yadda saxlayın. Açar sözü olaraq başqalarını həmişə yadda saxlayın. Şagird başqaları üçün nələrsə eləməyə çalışır. Sanki özünü fəda edən. Misal üçün, tutaq ki, mənim iş yoldaşımın açıq dərsidir, mən onun açıq dərsində ona köməklik göstərirəm, plakatlar asıram, şagirdləri necə qruplaşdırmaq üçün tövsiyələr verirəm və s. Yəni, can yandırıram. Bu olacaq dəyərləndirmə mərhələsi. Yəni, mövcud vəziyyəti dəyərləndirərək, sanki burada mənəvi dəyərdən söhbət gedir. Başqasına mənəvi dəyər vermək, qayğıkeşlik, köməyə ehtiyacı olmayan birinə kömək etmək, ehtiyacı var daha doğrusu, amma səndən kömək istəmir. Ona kömək eləməyə çalışırsan, komandanı, belə deyək, liderliyə aparmağa çalışırsan. Tutaq ki, deyir, Əli imtahanda çox yaxşı nəticə göstərmişdi. Elnur ona yaxınlaşaraq sinif adından ondan fəxr elədiyini bildirdi. Hansı mərhələdir? Dəyərləndirmə mərhələsidir. Niyə? Çünki Elnur Əlinin adından fəxr elədi, yəni başqasına dəyər verdi. Və yaxud da ki, hər hansı bir layihədir, şagirdlərin bu layihədə iştirak eləməyə marağı yoxdur. Amma Sevinç adında bir şagird var sinifdə, o uşaqları yığır, o hansı ki layihəyə seçilmək istəmirlər, maraqsızdır onlar üçün. Onları yığır başına, ətrafına və onlara motivasiya verir, o layihənin əhəmiyyəti haqqında danışır və onları o layihəyə cəlb eləməyə çalışır. Deməli, şagird hansı mərhələdədir? Dəyərləndirmə mərhələsindədir. Mənə elə gəlir ki, ipucularını kifayət qədər dedim və testlərdə tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Gəldik növbəti mərhələmizə, bu da təşkil etmə mərhələsidir. Təşkil etmə mərhələsi nədir? Təşkil etmə mərhələsi... Görək, hara getdi? Hə, buradadır. Deməli, təşkil etmə mərhələsində şagirdin bir növ təşkilatçılığından söhbət gedir və adından da bəllidir. Nə isə təşkil eləmək. Bu cür şagirdlər affektiv taksonomiyanın artıq yüksək pilləsindədirlər. Yəni, 3 pilləni keçiblər, artıq yüksək pillədədirlər. Nə isə təşkil etməyi bacarırlar. Yəni, hər hansı bir işi anında, çevik qərarını dəyişə bilər. Məsələn, deyir, şagird təqdimat hazırlamışdı. Amma elə oldu ki, o təqdimatı təqdim eləmək imkanı olmadı. Yəni, online resurslar olmadı, internetə çıxış olmadı və s. Şagird anında qərarı dəyişdi, təqdimatı başqa cür etdi. Şagirddə hansı affektiv taksonomiyanın hansı mərhələsini inkişaf edib? Təşkil etmə mərhələsi. Niyə? Çünki anında qərarını dəyişməyi bacarır, təşkil etməyi bacarır. Təşkil etmə mərhələsində bir də konfliktləri konstruktiv həll etmə məsələsi var. Məsələn, sinifdəki şagird bir-birindən dalaşır. Məsəl üçün, biri Sevincin yaxın rəfiqəsidir, qonşusudur. Amma digər şagird, ondan o qədər də yaxşı münasibəti yoxdur, digərdir, yəni ondan uzaq münasibətdədir. Amma Sevinç çalışır ki, məsələn, konstruktiv həll etsin, obyektiv yanaşır məsələyə, həm rəfiqəsini dinləyir, həm digər şagirdi dinləyir, onlar arasında münasibətləri tənzimləməyə çalışır. Çünki şəxsi qərəzə yanaşmır, çünki bu uşaqda nə var? Təşkil etmə var. Məsələni düzgün təşkil etməyi bacarır. Sonra bir də təşkil etməni harda gördünüz? Bilin ki, metakognitiv bacarıq var. Özünün zəif tərəflərini bilmək, özünün güclü tərəflərini bilmək. Məsələn, şagird bilir ki, İngilis dili dərsində sözləri Freud modelində işləyəndə o sözləri daha yaxşı əzbərləyir. Və yaxud da bilir ki, xronologiya dərsində sinif yoldaşına bir-birinə, tarix dərsində xronologiyanı sinif yoldaşına bir-birinə sual-cavab verəndə daha yaxşı yadında qalır. Bu nədir? Metakognitiv bilikdir. Eyni zamanda da affektiv sahəni təşkil etmə mərhələsidir. Yəni, burada artıq şagirdin özü haqqında məlumatı var. Və yaxud da ki, şagird təsviri incəsənətdən çox yüksək potensialı olduğunu bilir və bu üzrə hazırlaşmaq qərarına gəlir. Deməli, şagird öz potensialını və marağını qiymətləndirməyi bacarır. Bu da təşkil etmə mərhələsidir. Təşkil etmədə metakognitiv bilik olacaq. Şagirdin mövcud vəziyyətdə hər hansı bir məsələni təşkil etməsi olacaq. Bir də münasibətlərin konstruktiv həll olunması olacaq. Bu da oldu nə? Təşkil etmə mərhələsi. Bir də təşkil etmə mərhələsində şagird öz davranışının məsuliyyətini hiss edir. Öz davranışı ilə digər şagirdlərin hüquqlarını, haqlarını tapdalamır. Yəni, öz davranışının məsuliyyətini hiss edir. Sosial mühitdə necə davranmalı olduğunu bilir. Bu da təşkil etmə mərhələsidir. Və sonuncu mərhələmiz xarakterizə etmə mərhələsi. Xarakterizə etmə mərhələsi adından da bəllidir ki, xarakter,
Artıq bir insanın formalaşmış xarakterindən söhbət gedir. Xarakterizmə etmə mərhələsində olan şagirdlər artıq o xarakterlərlə tanınırlar. Burada açar sözləri həmişə, daim, hər zaman, adətən və bu sözlər açar sözlərdir. Məsələn, deyirəm ki, məktəbdə tədbir keçirtməliyik, hər hansı bir hadisə ilə bağlı tədbir keçirtməliyik və yaxud da hər hansı bir şairin anım günüdür və s. Deyirəm ki, Əli var 8B sinifində, çağırın gəlsin şeir desin. Gülər var məsələn 9C sinifində, onu çağırın gəlsin aparıcılıq eləsin. Niyə? Çünki bu uşaqlar bu cür tanınırlar. Xarakterizə olunublar bu formada bunlar. Yəni bunlar bu cür xarakterizə olunublarsa, demək ki, biz nə etməliyik? Biz onları o cür tanıyırıq. Deməli, bu uşaqlar xarakterizə mərhələsində. Və yaxud da ki, testlərdə sizi çaşdıran bir suallar ola bilər. Məsəl üçün, belə bir sual verər ki, orada həmişə söz istifadə eləməz, adətən söz istifadə eləməz. Amma deyər ki, seçildiyi üçün. Məsələn, Xədicə həmişə təqdimat etməyə müəllim Xədicəni aparır. Çünki Xədicə təqdimat etməkdə seçilirdi. Niyə ilə seçilib? Deməli, neçə dəfə Xədicəni artıq biz müşahidə eləmişik və o xarakterlə seçilib. Yəni, Xədicə bu xarakterdədir. Xarakterizə etmə mərhələsində olan şagirdlər adətən ən affektiv sahənin ən yüksək mərhələsindədirlər. Daim başqalarına nümunədirlər. Məsələn, deyir ki, Gülər bütün fənlərə fərq qoymadan oxuyur. Hər zaman bütün fənlərə hazırlıqlı gəlir. Gülər hansı mərhələdədir? Gülər xarakterizə etmə mərhələsindədir. Və yaxud da Arif öz davranışı ilə, texniki işçilərə göstərdiyi münasibəti ilə başqaları tərəfindən həmişə təriflənir. Niyə? Çünki Arif bu cür tanınıb, xarakterizə etmə mərhələsindədir. Bu o qədər də çətin mərhələ deyil. Yəni, şagirdin xarakterinin tam oturuşması, tam formalaşmasından söhbət gedir. Dərsimiz bu qədər. Mənə elə gəlir ki, özüm qısa eləyirəm videoları ki, yorucu olması sizin üçün. Mənə elə gəlir kifayət qədər məlumat verdim. Başqa sizi bu mövzu ilə hansı bir məsələ qaranlıq qalarsa, affektiv sahənin hansısa bir məsələsi ilə bağlı çətinliyiniz olarsa, zəhmət olmasa rəy bölməsində rəylərinizi yazın. Mümkün gücüm çatdığım qədər sizə köməklik edərəm. Sağ olun.